Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Rabbi şrah li sadri ve yessir li emri ve hlul ukdeten min lisani yefkahu kavli. Qolmuş şeytanın şerrinden Allah'a sığınıram. Rəhman, Rəhim olan Allah'ın adıyla Allah'ın salam ve salavatı olsun Peyğəmbər ve onun pak əhl-i beytinə. Salam əziz tələbələr. Bugün 5 aprel 2025-ci il, 2025-ci il. Az qala 2025-ci il deyim, dala qaza 20 il cavanlıq dövrünə. Dərsimiz Quran elmləri, mövzumuz Quran surələrinin qruplaşdırılması. Bunu bitirdik. Nədir yeni mövzumuz? Düzdür, hamısı danışıq Quran surəsi bayəsindən, fərqli bir cəhətin. Quranda surələrin, ayələrin və kəlmənin sayı. Neçə surə var, neçə kəlmə var, neçə ayə var. Quranın surəsinin sayı barəsində qətiyyən fikir ayrılığı yoxdur. İxtilaf yoxdur. Hər bir alim məzhəbindən asılı olmayaraq Quran-ı Kərimdə 114 surənin olmasını qeyd edirlər. Bir rivayət var, burada yazılmayıb, mən haşiyə çıxıram. Orada Şeyx Müfid ki, böyük şiə alimidir. Şeyx Müfidin kitabını olmalı səhv etmirəmsə, mən də o barədə bir məlumat hazırlamışam. Orada 112 surə yazıb. Nasla fələqi dua kimi qələmə veriblər. Bir halda ki, bu məşhurun qarşısında şazdır. Şaz yəni ki, nadir. Yüzlərlə, minlərlə alim 114 dənə deyir. Bir dənə iki alim gəlib, iki alim deyir ki, məsələn 112 dədir. Belə qəbul deyil. İkinci rivayətlər hamısı 114 deyir. Nə olsun, bir alim 112 yazıb. Bu görsən, 114-ü görmürsən. Bu da bir arzı mövzudur. Yəni sizə desələr, bilin ki, ya rivayət zəifdir, ya məşhurun qarşısında o nadir tapıntı olan söz deyana bilməz. Amma neçə ayə var, neçə kəlmə var, bu barədə fikir ayrılığı var. Deyir, amma bir şey bilək ki, bu ayənin bəzisi belə bilir, bəzisi elə bilir. Hətta mən deyirəm, 20 yaxın nəzəriyyə var. 6666 deyənlər var. Ən məşhur 6236-dır İmam Əlinin hədisinə əsasən. Bəs deyək ki, belədirsə, niyə fərqli fikirlər var da burada? Hələ bir dənə fikir olardı. Belə çıxır ki, Quran azalıb çoxalıb, deyir, yox. Yəni, fərqli fikrin olması o demək deyil ki, Quranda azalma var, çoxalma var, biri belədir, biri elədir. O mənada deyil. Burada mövzu nədir? Mövzu nədir? Onu necə saymaq lazımdır? Haşiyə çıxıram əhkam barəsində. Məsələn, bir deyək, nərd oynamaq olar olmaz. Ağaçdan deyir ki, stol üstü oyunlar ümumiyyətlə haramdır. Xamnağa deyir ki, iki şərtlə bunda bu oyun qumar aləti deyilsə, ikinci şərt, udmaq, uduzmaq olmasa, qumar kimi istifadə edilməsə, israf olmaq şərti ilə oynamaq olar. Yox, əgər oyun ümumiyyətlə özü, məsələn, kart kimi qumar aləti hesab olunursa, udmaq, uduzmaq olmadı haramdır. Çünki oyun özü kökündən qumar aləti sayılır. Və bir oyun, deyək, məsələn üçün şaşqı. Məsələn, misal var amma, bu oyun qumar aləti hesab olunur, deyir ki, yox. Deyir, qumar aləti hesab olunmursa, sən halalığı haram qatma. Yəni, onda udmaq, uduzmaq şərtini qoymamaq şərti ilə oynaya bilərsən. Yaxşı. Deyir, necə olur, xamlağa belə deyir. Adətən sual verir, istanağa belə deyir. Yox, bunların fikri, əvvəl demişəm, hökmdə fərq yoxdur, mövzuda fərq var. Mövzuda. Yəni, bu halaldır, bu haramdır, bunda fərq yoxdur. Bu nəyə əsasən haramdır, bu nəyə əsasən halaldır şərti ilə. Qumar aləti hesab olunur o məntəqələrdə. Hesab olunmur bu məntəqələrdə. Mövzu fərqlidir burada. Nəinki hökm fərqlidir. Mövzuya dair müşkil fətva verir də. Halallığı varsa halal deyəcək. Haramlığı varsa halal deməyəcək ki. Halalsa halal deyəcək, haram deməyəcək. Haramsa haram deyəcək, halal deməyəcək. Yaxşı.
İndi bu da həmçinin. Deyir, məsələn, Quran-Kərimdə ayənin sayı arasında fərqli fikirlər var. Deyir, sən getməsin həmin dəqiqə ki, hə deməli Quran-Kərim azalıb çoxalıb. Yox, ayənin sayı eyni yerindədir. Sadəcə olaraq onu saymaq baxımından fərqli fikirləri var. Necə sayırlar, o fərqliyir. Saymaq üsulu fərqliyir. Burada bəzi səbəbləri qeyd edib, bir-iki dənə, mən də bəzisini qeyd edəcəm. Bəzi Quranşünasların fikrinə görə bu fikir ayrılığın səbəbi var. Əvvəlcə Peyğəmbər hər ayənin başlanğıcında, yəni hər ayə başlayanda bir qədər dayanırdı. Məlum olduqdan sonra, məlum olandan sonra, nə olur məlum? Ayənin başlanğıcı məlum olandan sonra, məlum oldu ki, bəli, Peyğəmbər ayəni başladı. Bu ayəni digər ayəyə birləşdirib qiraət edərdi. Məsələn, Qul huvallahu əhəd, Allahus saməd, ləm yəlid və ləm yulad və ləm yəkul ləhu kufuven əhəd. Və mən dedim ardıcıl, sonra dayandım. Qul əuzü birabbil fələq min şərri mə xələq. Deyir, baxırlar Peyğəmbər 4 ayə oxudu, ardıcıl dayanmadan. 4-cü qutardı, dayandı. Sonra başqa bir ayə oxudu. İndi Peyğəmbərin dayanmaqlığı nəyə görə idi? Yeni bir surənin onunla bunun fərqli ünvanında idi, yoxsa başqa cəhətdən, hələ belə özü dayanıb, nəfəs alır, udğunur deyən, məsələn, dayanıb. Bax, buna görə düşür fikir ayrılıqları, aydındır. Məlum oradan sonra ki, ayənin başlanğıcı məlum oldu, bir ayəni digər ayəyə birləşdirib qiraət edərdi. Dayandı. Sonra deyir ki, Qul əuzu birabbil fələqi, min şərri mə xələqi, filan filan. Deyir, aradakı fasilə verdi ya, sonra başlayır başqa ayə oxumağa. Bundan bilirlər ki, bunlar fərqli surələrdir, fərqli ayələrdir. Bu səbəbdən də bəziləri ayənin tamamlanmadığını güman edirlər. Deyirlər ki, hələ ayə tamamlanmır, hələ gedir. Niyə? Çünki Bismillah deyin baxayım. Bu məsələ ayələrin sayı barədə müsəlmanlar arasında fikir aralığı yaranmasına səbəb oldu. Bismillah deyib, deyirlər ki, yox. Bismillah deməyib, deməli, hələ yeni surə yoxdur. Deyirlər, nə olsa Bismillah deməyib. Olsa məlumdur da, Bismillah var deyə deməyib Peyğəmbər. Fasilə verir, deməli, yeni surədir. Yeni surə, yeni ayə.